Qubaron Ağbəkən sakini Müzəffər Ümid Cavanşiroğlu buradan öz vətəndaş kimi ölkə başçımız möhtərəm cənab Ali Başqanlarımıza seçimi bildirmək istəyirəm ki, cənab İlham Əliyev prezidentimizin bir nömrəli qərarında var ki, korrupsiya yoxdur ya, rüşvətə son deyək. Amma əfsa olsun ki, biz rüşvətin, korrupsiyanın mənbəyindəyik. Buna dırnaqsı qurumlar var ki, göz yumur. Xahiş edirəm, cənab möhtərəm prezident, mənim həyatım hər an təhlükə içindədir. Mən hər an həyatıma son qoya bilərlər. Mən günlərdir ki, bələdiyyə sədrinin, Şahin Tağıyevin korrupsiya əməllərindən, faktlarından danışıram. Bugünkü gündə, dünən gecə Şahin Tağıyevin qohumu Ələmmədov, Piromov Ələmməd Mövlüdoğlu gördüyünüz bu yerdə məni Ford Transit ağ markalı maşınla öldürmək istəyirdi. Mən dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət bildirmişəm, amma əfsə olsun ki, heç bir irəliləyiş yoxdur. Xahiş edirəm, bunun barədə ciddi tədbirlər görün. Mən bir vətəndaş kimi korrupsiya olan yerdə, insan hüquqları pozulan yerdə yaşamaq istəmirəm, cənab möhtərəm prezident. Mən bugünkü gündə müharibədə olmasam belə, müharibə şəraitində il yarım vətənə, xalqıma, millətimə vəzifə borcumu layiqincə yerinə yetirmişəm. Yenə də müharibə olsa canla başına gitməyə hazıram. Amma kimə görə? Korrupsiya əməli məşğul olur deyə Şahin Tağıyevə görə, İcra başçı İlqar Mahmudov, cənab İcra başçı İlqar Mahmudov məni qəbul etmir ona görə, yoxsa mənim işimə düzgün yanaşmadığına görə, Qubaron prokuror əməkdaşlarına görə mən bir vətəndaş kimi çarəsiz vəziyyətdəyəm. Bir Azərbaycan xalqı kimi, bir Azərbaycan oğlu kimi mən ölkə başçımıza səslənirəm. Xahiş edirəm, cənab möhtərəm prezident, bu haqsızlıqlarla bağlı xahiş edirəm ciddi tədbirlər görün. Gör, dünya dərəbəylidir, dünya necədir ki, Piromov Ələmməd gecə radiyələrində Fordla məni burada sıxışdırır. Bundan maddi maraqları, bundan mənəvi maraqları nədir ki, insan həyatına, canına qəsd edirlər. Nədir bundan fikri zikrim? Mən deyim də sizə bir vətəndaş olaraq. Çünki bunlar Şahin Tağıyevlə Ələmməd qohumdular, qudadılar, qanunsuz yerlərlə məşğuldular. Ona görə mən bir vətəndaş kimi bunları ictimailəşdirirəm deyə istəyirlər ki, məni sustursun, sustura bilmirlər. İndi qanuni şəkildə mənimlə mübarizə apara bilmirlər, keçiblər qanunsuzluqlarla mübarizə aparmaq. Xahiş edirəm, cənab möhtərəm prezident İlham Əliyev, bununla bağlı ciddi tədbirlər görün.